kişi olmaq çox çətin sənətli kişilər bunu anlamalıdırlar. O qurban bayramları var ha. Bu ən çox kişilər üçündür. Kişilər başa düşməlidirlər ki, onlar bu dünyaya gəliblər ki, böyük dəyərlər üçün qurban olsunlar. Kişilərin ən balacası özü üçün yaşayandır. Ondan biraz böyüyü tarixən ailəsi üçün yaşayandır. Ondan biraz böyüyü həm də qohumları üçün yaşayandır. Ondan biraz böyüyü vətən üçün yaşayandır. Ondan biraz böyüyü həqiqət üçün yaşayandır. Özünü həqiqətə qurban verəndir. Bu peyğəmbərlərin səviyyəsidir. Giordano Bruno'ların, Nesimi'lərin səviyyəsidir ki, kişiliyin belə bir səviyyəsi var həqiqət olanda. Və kişinin işi budur. Özünü nəyə qurban verirsənsə, sən olsan. Ki mütləq həyatını nəyəsə qurban verir. Sənin kişiliyin də o boydadır. Sənin qurban olduğun məqam nə boydadırsa, sən də o boydasın. Bunlar gradasiya ilə fərqlənirlər. Kişini kişi kimi tərbiyə eləmək, onu buna hazırlamaqdır. Bəlkə də ona görə min illərdir şərq tərbiyəsində, məsələn, qıza itaət öyrədirdilər körpəlikdən. Ki, sən ailəyə gedəcəksən, bu sənə çox gərək olacaq. İtaət texnikasını öyrənmək. Kişiyə isə oğlan uşağınsı başına fırlanırdılar. Qurbanlıq quzun başına fırlanan kimi lensat bağlayırdılar. Çünki bu tapança kimi olmalıdır. Lazım gələndə atmalıdır. Bunu da bu rolla öyrədirlər. Oğlan uşağı başa düşməlidir kişi olmağın dramatizmi nədir? Sən özünü fəda eləyəcəksən. Ailən yolunda, vətən yolunda, həqiqət yolunda. Sən bunu yapabilirsənsə kişisən. Yapabildiyin dərəcədə kişisən. Və burada da ailə, indi ailəni biz böyük problemə çevirmişiz. Çox da böyük, bu dəyərlər sırasında çox da böyük deyil. Amma gəl ki, indi heç bunu da bacarmırıq. Çünki biz ən aşağı səviyyəyə evmişik. Özü üçün yaşayanların, psixologların yanına gedənlər də bu ən aşağı səviyyəni depoluyurlar. Özün üçün yaşamamısan sən. İndi gerçi doğrudan da insanlığın yolu ilk öncə özü üçün yaşamaqdan başlayır. Amma böyüməyi başqaları üçün xidmətlə böyüyür. Kişini şərəfli eləyən budur. Və sən ailə